Əziz əksizlər, bu günləri Ağdaş rayonundayıq. Ağdaş rayonunda Çengiz qardaşın mağazasındayıq. Çengiz qardaşımız bilənlər bilir, bilməyənlər də qoy bilsinlər ki, bitki yetişdiricilikdə bir nömrədir. Bitkiyə baxanda o anlayır ki, bitki ondan nə istəyir, onun nə vermək lazımdır, necə qulluq eləmək lazımdır. Plus, Çengiz qardaşımız yalnız orijinal toxumlar satır. Ona görə də Çengiz qardaşımız bizə müraciət eləyib, biz də onun müraciətini dəyərləndirmişik. Bugündən bizim əməkdaşlığımız başlayır. Sakata şirkətinin istər qarpız toxumları, istər xiyar, istər pomidor, hansı bir toxum lazım olarsa Ağdaş rayonunda və Ağdaş rayonu ətrafında olan əkinçilərə kimi orijinal toxumlar lazım olarsa birbaşa Çengiz qardaşlarla əlaqə saxlayıb toxumları əldə edə bilərlər. Öz növbəmdə mən də sizə təşəkkür edirəm. Bizim kimi gənc sahibkarlara dəstək olduğunuz üçün hər kəs bilir sizin fəaliyyətiniz, yəni gözə çatacaq qədər var. Bütün sahələrdə pastiyan demək olar ki, hər zaman əkinçilərin yanındasınız. Məsuliyyətiniz üçün sizlə işləməyə dəyər. Sağ ol qardaş. Allah təşəkkür edirəm. xeyir versin. Allah sizlərdən razı olsun. Sağ ol. Əla.